Salam, əziz tarix sevərlər. Sizlə tarix müəllimi Nurlana Nadirovadır. Bu günlərin biz Teymuri dövləti haqqında danışacağıq. Xahiş edirəm, videomuzu izlədikdən sonra bəyən işarəsinə basıb və kanalımıza abunə olmaqla bizi dəstəkləyə bilərsiniz. Əvvəlcədən təşəkkürlər. Demək, bu günlə biz keçirik Teymurilər dövləti, yaranması 1370, süqutu Şeybanilər tərəfindən 1507-ci ildə həyata keçirilmişdir. Yaradıcısı Əmir Teymur, paytaxtları Səmərqənd və Herat, ərazisi xəritədə görürsünüz, Qobi səhrasından Balkan yarımadasına qədər olan əraziləri əhatə etmişdir. Demək, bu günləri davam eləyək. Demək, Çingiz xanın əmrinə görə yaradılan uluslar 4 dənə ulus yaradılmışdı. Bilirsiniz ki, Çingiz xanın vəsiyyəti idi 4 dənə ulus. Onlardan biri də Cağatay ulusuydu. Cağatay ulusunun demək mövcudluq illəri 1227 və 1370-ci illərdə mövcud olmuşdur. Çingiz xanın vəsiyyətlərindən olaraq Monqol uluslarından biri hesab olunurdu. Ərazisi Mərkəzi Asiyanın bir hissəsini Xarəzm və Mavərənnəhri əhatə edirdi. Monqol dövlətinin parçalanmasından sonra müstəqil fəaliyyət göstərirdi. Digər Monqol uluslarından fərqli olaraq Monqol uluslarının əhatəsində qaldığı üçün geniş işğallar həyata keçirməmiş, daxili gücünü yalnız daxili çəkişmələrə sərf eləmişdi. 14-cü əsrin ortalarında Monqolistan və Mavərənnəhr dövlətlərinə parçalanmışdı. Onlar da bir-biri ilə mübarizə aparırdılar. Bu mübarizə gah birinin, gah da digərinin qalibiyyəti ilə başa çatırdı və bu tərəflərin gah birinin, gah digərinin tərəfində olan sərkərdə Teymurun siyasətçi kimi yetişməsinə də xidmət eləmişdi. Ümumiyyətlə, gəlin baxaq görək Teymur kimdir? Teymur 1336-cı ildə Türkistanın Keş əyalətində dünyaya gəlmişdi. O əslən deməli türkləşmiş, Cağatay ulusunun türkləşmiş Barlas nəslinə məxsus idi. Barlas nəslindən idi. Atası Taraqay bu əyalətin idarəçisindən biri idi. Gəncliyində Türk-Monqol hərb sənətinə yiyələnmişdi. Teymur döyüşlərinin birində yaralanaraq ayağından zədə əl almış. Ona görə də yeriməsində axsadığı üçün müasirləri onu Teymur Ləng adlandırmışdılar. Cağatay ulusunda baş verən daxili çəkişmələr onun idarəçilik təcrübəsinin qazanmasında mühüm rol oynamışdı. Bəzi düşmənlərini bağışlamaqla onları dosta çevirməyi bacaran deməli və vəfalı dost olmasına çevirən bir siyasəti var idi. Teymur gəncliyində hərb işini yaxşı öyrənmək üçün Cağatay ulusunun Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanında xidmət etmişdi. Demək, Əmir Qazan kimdir? Əmir Qazan demək Səmərqənd və Bəlx hakimi idi. Demək, onun düşmənlərin məhv edilməsində böyük xidmətlər göstərmişdi. Bu xidmətinə görə Əmir Qazanın hörmətini qazanmışdı, dəfələrlə mükafatlandırılmışdı. Əmir Qazanın vəfatından sonra hakimiyyətə gələn oğlu Əmir Hüseyn də atası kimi Teymurun bacarıqlarından istifadə etmişdi və gələcəkdə onunla əməkdaşlıq etmək üçün onunla ittifaqa girmişdi. Teymur Hüseynlə münasibətlərini daha da möhkəmləndirmək üçün demək, onun bacısı ilə evlənmiş, nigah diplomatiyası qurmuşdu. Demək, 1365-ci ildə Mavərənnəhr vadidir. Mərkəzi Asiyada bir vadi ilə adlanır. Mavərənnəhrdə demək, Monqolların zülmünə qarşı sərbədarilər hərəkatı baş vermişdi. Sərbədarilər. Tərcüməsi boğazından dara çəkilənlər deməkdir və onların qaldırdığı demək 1365-1366
60-66-cı illərdə sərbədarilərin qaldırdığı qiyamı birlikdə yatırtmışdılar. Yəni Əmir Hüseynlə Əmir Teymur və bu deməli qələbədən sonra onların hər ikisinin nüfuzu artmışdı və hər ikisi rəqibə çevrilir bundan sonra. Belə deyək də və nəhayət bunların ikisinin rəqabəti 1370-ci ildə Teymurun qalibiyyəti ilə başa çatır və Teymur deməli Cağatay ulusunun varlığına son qoyaraq Cağatay ulusunun əslində davamı olan Teymurilər dövlətini yaratmağı bacarmışdı. Teymurilər dövləti 1370-ci ildən 1507-ci ilə qədər mövcud olmuşdu. Əslində Teymur 1370-dən demək 1405-ci ilə qədər dövləti idarə etmişdir. Teymur özünü xan elan etmişdir 1370-ci ildə, lakin deməli belə deyək də, daha doğrusu Çingiz xanın soyundan deyildi deyə xan elan etməmişdi. O yalnız və yalnız fəthlər aparmalı idi ki, onun özünü xan adlandıra bilsin. Yəni Çingiz xanın varisi olmadığına görə idi də bu. Ona görə də Teymur başladı fəthlərə. Fəthlər etdikdən sonra qurduğu dövlətə Turan adı verdi. Turan adı verdi. Türkistanın qədim adı hesab olunur və özünü isə Turan sultanı elan etdi. Deməli, bundan sonra biz nə deyirik? Bir dəqiqə. Bundan sonra Əmir Teymurun deməli qanunundan danışaq. Əmir Teymurun bir qanun kitabı var idi. Onun qanun kitabında Teymur yazır ki, mən çox düşündüm, daşındım və qərara gəldim ki, yer üzündə tək Allah olduğu üçün yerdə də bircə dənə hakim olmalıdır. Necə ki, göy üzündə bir Allah var ki, nizam-intizam var göydə, mələklər arasında. Yerdə də bircə dənə hakim olmalıdır ki, nizam-intizam olsun və buna görə də deyir, mən bir çox əraziləri yəni bundan sonra özlərini dövlət şəriki hesab edib mənə tabe olmaq istəməyən əmirləri dürlü-dürlü fəndlərlə özümə itaət etdirdim. Mavərənnəhrdəki bütün ellər, xalqlar, qoşunlar, tümənlər, eləcə də köçərlər mənim hökmranlığım altına keçdi. Ümumiyyətlə, Çingiz xanın varisləri bu ərazidə, yəni Cağatay ulusunda deməli Çingiz xan varislərinin həyata keçirdiyi hərbi nizam-intizam inzibati islahatları burada da tətbiq etmişdilər, yəni Cağatay ulusunda da. Digər Monqol ulusların deməli əhatəsində qaldığı üçün isə Cağatay xanları böyük işğallar həyata keçirməmişdilər və öz güclərini daxili çəkişmələrə sərf etmişdilər. Bu gücü idarə etmək və fəthlərə yönəltmək üçün dəmir adamın, yəni Teymurun missiyasına ehtiyac var idi. Qızıl Ordunun zəifləməsi, Hülaki dövlətinin süqutu, Cağatay ulusunun süqut etməsi Teymur üçün çox yaxşı bir fürsət idi və o da bu fürsəti dəyərləndirərək Cağatay ulusunun yerində öz dövlətini qurmağa bacarmışdı. Əmir Teymurun hərbi yürüşləri Türk dünyasının böyük fatihi Əmir Teymurun əsas məqsədi var idi ki, güclü dövlət yaratmaq, feodal dağınıqlıqlarını aradan qaldırmaq, güclü Monqol əmirlərini köməyini qazanmaq üçün yeni torpaqlar və hərbi qənimətlər əldə etmək. Buna görə də o böyük müharibələrə başlayır. 14-cü əsrin 70-ci illərində Əmir Teymur bütün Mərkəzi Asiyanı ələ keçirir. Xarəzmi tabe edir 14-cü əsrin sonunda. Əmir Teymurun bundan sonra əsas diqqəti İrana yönəlir. Burada sizin diqqətinizi nəyə çəkmək istəyirəm? Deməli, burada 1388-ci illərdə 3 illik yürüşü. Bunu Azərbaycan tarixində, əgər yadınızdadırsa, 1386-89-cu illər verir, amma ümumi tarixdə 1385-88-ci illər verir. Bu yürüşlər ərzində Teymur ərəb
İran, Ərəb İraqı, Cənubi Qafqazı fəth eləyir. Bir çox Anadolu hakimlərinə öz hakimiyyətini qəbul etdirir. Mühüm ticarət məntəqələri olan Hələb və Dəməşq şəhərlərini tutur. Yeri gəlmişkən söyləyək ki, Teymurun deməli bir xasiyyəti var idi ki, o deməli kimi deyildi də, Çingiz xan kimi deyildi. Belə ki, Teymur neynirdi? Teymur işğal etdiyi ərazilərdə iqtisadi maraq da güdürdü. Əsasən onun işğal etdiyi ərazilərə istəyirdi ki, demək, ticarət yolları da ələ keçirsin və ona görə də hərəkət edirdi ki, buna nail olsun. Əmir Teymur Toxtamış xanın Qızıl Ordu dövlətində hakimiyyətə gəlməsinə kömək elədi. Lakin Qafqazın və indiki Qazaxıstanın bir hissəsinin tabe edilməsində Toxtamış xan narazı qaldığı üçün deməli Cənubi Qafqaz ərazisinə yürüş etdi. Çünki Toxtamış xan iddia eləyirdi ki, bu ərazilər Çingiz xanın vəsiyyətinə görə Qızıl Orduya çatmalı idi. Buna görə də Toxtamış xan Cənubi Qafqaza və Mərkəzi Asiyaya yürüşlər təşkil etdi. Bu isə onlar arasında, yəni Teymurla Toxtamış arasında mübarizəyə səbəb oldu və 1395-ci ildə Terek döyüşü baş verdi. Terek döyüşü deməli Teymuri və Qızıl Ordu arasında baş vermişdi. Teymurun müttəfiqi Şirvanşahlar dövləti idi. Şirvanşahlar dövlətindən deməli İbrahim idi. Deməli Terek döyüşü nəticəsində Əmir Teymur Toxtamış xanı ağır məğlubiyyətə uğratdı. Toxtamış xan döyüş meydanından qaçdı. Əmir Teymur Toxtamış xanı təqib edərək Saray Bərkəni tutub dağıtdı. Qızıl Ordunun şərq vilayətlərini öz dövlətinin tərkibinə qatdı. Qızıl Ordu bir daha özünə gəlməyərək parçalanmağa başladı. Bu hadisə Qızıl Ordudan asılı olan Moskva knyazlarının yüksəlişinə deməli şərait yaratdı. Daha sonra Əmir Teymur Moskvaya doğru yönəlsə də, deməli Mərkəzi Asiyada qarşıqlıqların baş verməsi səbəbilə bu əraziləri tərk etmək zorunda qaldı, məcburiyyətində qaldı. Hətta deyilənə görə ruslar kilsələrdə şamlar yandırırdılar, dua eləyirdilər ki, bizi Tamerlanın bəlasından qoru. Tamerlan onlar Teymurləngə deyirdilər. Yeri gəlmişkən söyləyim ki, Teymur da Çingiz xan kimi acımasız və zalım idi. Yəni işğal etdikləri ərazilərdə heç kimə acımırdı. Ona görə də ondan çox qorxub və çəkinirdi. 1398-ci ildə deməli Teymur yürüş elədi Dehli Sultanlığının üzərinə. Burada Hindistana yürüşüdür. Hindistanın zəngin sərvətlərini ələ keçirmək niyyətində idi. Bu zaman Dehli Sultanlığının hakimiyyət mübarizəsi zəiflədiyi üçün Əmir Teymurun yürüşlərinin qarşısını ala bilmədilər. Teymurilər Hindistana yürüşü nəticəsində Hindistan işğal etdi, onun zəngin sərvətləri ələ keçirildi, Dehli Sultanlığı tabe edildi. Hətta onların arasında indi çıxıbdı kitablardan döyüşü baş verdi. Deməli 1398-ci il idi də, gərək ki, onlar Dehli hakimi soruşur ki, yox, mən bunu qarışdırdım, demək, Nadirlə qarışdırdım, xeyr, demək, burada elə, yəni Dehli Sultanlığını tabe etdi və bir daha Dehli Sultanlığı özünə gələ bilmədi və çoxlu kiçik dövlətlərə parçalandı. Hindistan səfərindən sonra Əmir Teymur Kiçik Asiya Osmanlı dövlətinə hücum etdi və Osmanlı dövlətinin arasında 1402-ci ildə Ankara fəlakəti, biz dediyimiz Ankara fəlakəti, niyə Ankara fəlakəti deyirik? Ankara döyüşü, Ankara fəlakəti ona görə deyirik ki, Teymur bu döyüşündən Osmanlı dövlətini məğlub eləyir. İki böyük türk dövləti arasında düşmənçilik yaranır. Demək, Osmanlı İmperiyası öz fəaliyyətini dayandırır. Osmanlı İmperiyasının ərazisini Sultanın 4 oğlu arasında bölüşdürür. Demək, Konstantinopolun fəthinə 51 il gecikdirir. Çünki Bəyazid Konstantinopolu
mühasirəyə almışdı İldırım Bəyazit və az qalırdı ki, Konstantinopolu alsın. Lakin Teymur buna imkan vermədi. Ümumiyyətlə mən həmişə uşaqlarıma da deyirəm ki, uşaqlar Teymurun ümumiyyətlə Türk dünyasına qarşı 2 dənə bəlkə də özü də düşünülməmiş səhvləri olmuşdur. Birinci Terik döyüşüdür ki, Terik döyüşündən Toxtamışa qalib gələrək Qızıl Ordu dövlətini zəif salaraq bu coğrafiyada olan Rus knyazlıqlarının türklərə qarşı baş qaldırmasına səbəb olmuşdur. İkinci mənfi xüsusiyyəti budur ki, 1402-ci ildə Ankara döyüşündə Osmanlılara qalib gəlmiş və özü də bilmədən bəlkə də Konstantinopolun fəthini 51 il gecikdirmişdi. Deməli, bundan sonra Osmanlı sultanı əsas diqqətini Konstantinopolun fəthinə yönəltsə də əlbəttə ki, aydın məsələdir, bunu ala bilmir. Ankara döyüşündə məğlub olur və digər mənfi səbəbləri gətirib çıxardır. Osmanlı səfərindən sonra Teymur Çinə yürüşə hazırlaşarkən 1405-ci ildə demək Çin səfəri ərəfəsində dünyasını dəyişir və Otrar şəhərində ölür və Çin səfəri baş tutmur. Demək, bundan sonra Teymurun dövründə, Teymurun fəthlərindən sonra 14-cü 15-ci əsrin qovşağında Teymuri dövlətinin ərazisi Qobi səhrasından Çin sərhədlərinə qədər, qərbdə isə Anadolu, Aralıq dənizi və Balkan yarımadasına qədər, cənubda Hindistan və İran körfəzinə qədər, şimalda isə Qafqaz dağlarına qədər əraziləri əhatə etmişdi. Əmir Teymurun daxili siyasətinə gəldikdə isə Əmir Teymurun müharibələri Çingiz xan kimi çox amansız idi. Çingiz xandan fərqli olaraq bayaq dediyim kimi Əmir Teymur öz istəklərində həm də ticari, iqtisadi məqsədlər də güdürdü. Teymurun fəthləri Böyük İpək yoluna daha da canlanmasına şərait yaratdı. Əmir Teymurun daxili siyasətin həyat keçirməsində nüfuzlu müsəlman ruhanilərindən istifadə etmişdi. İslam dininin nüfuzunun artmasında böyük xidmətləri olmuşdu. Hətta deyilənə görə 1394-cü ildə Bağdad döyüşündə o Bağdada gedərək İmam Hüseyn əleyhissalamın, yəni Küfədə İmam Hüseyn əleyhissalamın qatillərindən, o cümlədən Yezidilərdən də öz qisasını almışdı. Əmir Teymurun da Çingiz xan kimi dövləti inzibati cəhətdən Türk-Monqol ənənəsinə uyğun olaraq uluslara bölmüşdü. Ulusları valilər idarə edirdi. Valilərin səlahiyyətlərinə aid olan məsələlər nə idi? Müəyyən qədər əsgər toplayaraq dövlətə vermək, vergilərin yığılmasında və mükəlləfiyyətlərin icrasına nəzarət etmək idi. Əmir Teymur elm və mədəniyyətin də qayğısına qalmışdı. Paytaxt Səmərqəndi Türk İslam dünyasının mədəniyyət mərkəzinə çevirməyə çalışırdı. Buna görə də o fəth etdiyi yerlərdə sənətkarları daşıyıb Səmərqəndə gətirirdi. Nəticədə onun varislərinin dövründə Teymurun intibahı deyilən mədəni cəryanın əsası qoyulmuşdu. Daha sonra biz burada demək baxırıq nəyə? Baxırıq Teymurdan sonrakı vəziyyətə. Teymur öldükdən sonra demək Teymur öldükdən sonra deməli Teymur öldükdən sonra Şahrux hakimiyyətə gəlir 1409-cu ildən 1447-ci ilə qədər. Biz bu Şahruxu hardan yadımızda saxlamışıq? Biz bu Şahruxu Qaraqoyunların üzərinə 2 dəfə yürüşündən, Alaşkert döyüşü 1421, bir də 1435-ci ildəki yürüşü və bu yürüşdən sonra Qaraqoyunluları özündən asılı vəziyyətə salmasını keçmişik. Əmir Teymur vəfat etdikdən sonra demək varislər arasında hakimiyyət uğrunda mübarizə də onun oğlu Şahrux qalib gəlir. Şahrux paytaxtı Herat şəhərinə köçürür. Birinci paytaxt Səmərqəddir. Paytaxtı Herata köçürür. Dövlətin əvvəlki qüdrətini yenidən canlandırır. Qaraqoyunlu dövlətini asılı vəziyyətə salır. Osmanlı və Qızıl Ordu dövləti ilə normal münasibətlər qurur. Ayrı-ayrı ölkələrlə, o cümlədən Çin ilə ticari əlaqələri genişlənir. Teymuri intibahının ən yüksək zirvəyə çatdığı dövrdür. Səmərqənd və Herat şəhərləri dünyanın ən önəmli mədəniyyət mərkəzlərindən birinə çevrilir. Şahruxun atası Əmir Teymurdan fərqli olaraq savaş və fəthlərə önəm vermədi. Daha çox elm və mədəniyyətin inkişafına
inkişafına, quruculuğun yaranmasına deməli diqqət yetirdi. Sonra gələk Uluqbəyin, Teymurun ən sevdiyi nəvəsi Uluqbəyin dövrünə. Nə yazıq ki, Uluqbəy də deməli hakimiyyət uğrunda gedən mübarizələrdə qurbana çevrilmişdir. 1447-ci ildən 1449-cu ilə qədər hakimiyyətdə olmuşdu Uluqbəy. Uluqbəy demək məşhur deməli astronom, dövrünün ən məşhur astronomu idi. Ölkədə mədrəsələrin tikilməsinə xüsusi diqqət yetirmişdi. Mədrəsə bilirsiniz də, yəni mədrəsələr universitet rolunu oynayırdı o dövrdə. Yəni ibtidai təhsilin növbəti pilləsi hesab olunurdu. İbtidai təhsil deyərkən, yəni orta təhsil deyək də. Dövlətin mədəni həyatına daha çox fikir vermişdi. Osmanlı dövləti ilə münasibətlərdə, mədəni əlaqələrə üstünlük verirdi. Siyasi bacarığı zəif olduğundan uzun müddət hakimiyyətdə qala bilmədi və 1449-cu ildə öz oğlu deməli Əbdüllətif tərəfindən deməli həbs edilərək edam edildi dini və siyasi görüşlərə görə. Ümumiyyətlə bu dövrdə Teymuri şahzadələri arasında hakimiyyət uğrunda mübarizənin qızğın getdiyi dövrdür. Deməli, bundan sonra Mərkəzi Asiyada Şeybani dövləti Teymurilər dövlətindəki daxili çəkişmələrdən istifadə etdi. Buxara və Səmərqənd şəhərlərini ələ keçirdi. Ən önəmli şəhərləri Şeybani işğalları nəticəsində Teymuri dövləti bir çox ərazilərini itirdi. Teymurilərin ərazisi yalnız Xorasanla məhdudlaşdı. Bundan sonra Əbu Səidin hakimiyyəti dövrünə gələk. Demək, Əbu Səid neynədi? Əbu Səid hakimiyyəti 1451-dən 1400 demək, bir dəqiqə 1451-1469-cu illərdə hakimiyyətdə olmuşdu. Qaraqoyunlu Cahanşahla əlaqələr qurmuşdu. Azərbaycana yürüş etsə də Ağqoyunlu Həsən Padşahla Muğanda mühasirəyə alınaraq məğlub edilmişdi, özü isə öldürülmüşdü. Deməli, onun Ağqoyunlu Həsən Padşahla, əgər yadınızdadırsa, 1468-1469-cu illərdə savaşı olmuş və burada Səfəvi şeyxi Şeyx Heydər də ona yaxından kömək etmişdi. Hətta bundan sonra Şeyx Heydəri öz deməli şeyxlik taxtında əyləşməsinə, 1470-ci ildə əyləşməsinə yaxından kömək etmişdi. Hələ burada biz Cahanşahla onun Herat müqaviləsində deyirik ki, demək Heratda müqavilə bağlamışdı 1449-cu ildə. Hətta Teymurilər Qaraqoyunlara təzminat da ödəmişdilər. Hüseyn Bayqaranın hakimiyyətinə gələk. Hüseyn Bayqara demək 1470-1505-ci illərdə hakimiyyətdə olmuşdur. Hüseyn Bayqaranın hakimiyyətində Teymurilərin sonuncu güclü hökmdarı olmuşdu. Teymurilərin itirmiş torpaqlarını geri qaytarmaq və nüfuzunu bərpa etmişdi. Əmir Teymurun vəfatından sonra varislər arasında baş verən çəkişmələr dövləti zəiflətdi. İran coğrafiyasında Oğuzların yeni siyasi dirçəlişi, o cümlədən Mərkəzi Asiyada Şeybani dövlətinin yaranması Teymuri dövlətini çətin sınaq qarşısında qoydu və Teymuri dövləti süqut etdi. Şeybani dövləti 1507-ci ildə deməli Səfəvilərin himayə etdiyi Teymuri hökmdarını taxtdan saldı. Bax, bir daha deyirəm. 1507-ci ildə Səfəvilərin himayə etdiyi Teymuri hökmdarını taxtdan saldı. Xorasanı və Teymurilərin son sığınacağı olan Heratı ələ keçirdi. Teymuri dövlətinin varlığına son qoydu. Şeybanilərin Xorasanı ələ keçirməsi və Hüseyn Bayqaranın oğlanlarının Səfəvi şahı 1-ci İsmayıla sığınması Səfəvi-Şeybani münaqişələrinin əsasını qoydu və bir neçə il sonra, yəni 1510-cu ildə müharibəyə səbəb oldu və nəticədə Mərv döyüşü baş verərək demək Xorasan Şeybanilərin əlindən alınaraq Səfəvi dövlətinin tərkibinə qatıldı. Beləliklə Teymuri dövlətimiz bu qədər.
Xahiş edirəm videomu buraya qədər izlədinizsə mütləq bəyən işarəsinə basın. Diqqətinizə görə təşəkkür eləyirəm. Gələn dərslərimizə qədər. Xudahafiz.